Allah xoşbəxt eləsin, yar yandan olsun. Çörəyi bol olsun. Suyu sərin olsun. Suyu sərin olsun. Bir-birinin sözü bir-birinin boğazından keçsin. Allah xoşbəxt eləsin. Toydur, toydur, toydur bugün, eğlensin konaklar. Hamı bugün arzu desin, dile gelsin arzular. Toydur, toydur, toydur bugün, sevinsin konaklar. Hamı değil gülsün bugün, olsun böyle hoşlanlar. Toydur, toydur, toydur bugün, eğlensin konaklar. Hamı bugün arzu desin, dile gelsin arzular. Toydur, toydur, toydur bugün, sevinsin konaklar. Hamı değil gülsün bugün, olsun böyle hoşlanlar. Gəlinimizi xoş gəlib. Allah bəxtəvər eləsin, xoşbəxt olsun. Gəlinimə yanı balalı qoyun verirəm. Qoyun, yanı balalı. Yanı bala nə deməkdir? Yanında balası da var. Anası, bir balası, bir anası. O ondur. Nə vaxtı ürək istəsə satıb, özü götürə bilər. Nə olsa xəşləyə bilər. Razı qaldın. Toy günü mübarek, hamı bugün arzulasın. Dostlar gülüb oynasın, nəğmələr dildə dolaşsın. Bu da bibisi, mən bibisiyim payıdır. Mən bibisi, bax bu padarkanı buna almışım. Allah yar yanın etsin, göz dolusu olsun. Can sağlığı ilə, xoşbəxt olsun. Amin inşallah, amin. Amin inşallah. Bizim verilişimizin baş sponsoru Azərçaydır. Azərçay bu toyda unutmadı. Kürdəmirin Çöl Ərəbi kəndinin oğlan toyuna bax belə çaylar göndərdi ki, gəlinimiz 3 günlük olur da sizdə, hə? 3 gündən sonra işləyə bilər gəlin. Hər halda ha neçə gün olur olsun fərq eləmir. Həmin o gün keçəndən sonra bu çaylardan qəşəng-qəşəng dəmləyərsən, Rafael içər. İnşallah. Armudu stəkanda çay. Verilişimizin sponsoru isə Azərşəkər kəllə qəndidir. Azərşəkər kəllə qəndi balaca bir kəllə qənd və hazır doğranmış, səliqəli şəkildə doğranmış kəllə qəndləri göndərib ki, gəlinlə bəy çayla içəndə bəs həmin o kəllə qəndlərdən içsin. Şirin şəkər kəllə qəndi həm bərkdir, həm də şirin şəkərdir. Azərşəkər. Lazım deyil soruşma. Versin yeməkdən qabaq çay, çay, çay. Neylək, 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 derdin aldığım, derdin aldığım, sen aldı, derdin aldığım. Seheray, seheray, seyre çıkanla senin. Hay maşallah. Neylek, derdin aldığım, derdin aldığım, ay benim senin gözlerim, kurban Baloğlan qardaşımız deyir, qocalmışam. Deyirəm, saç ağarıb, yaş tökülüb, üz batıb, məhəbbətim qocalmır ki, qocalmır. Nurdan düşüb gözlərimi yaş örtür, məhəbbətim qocalmır ki, qocalmır. Tər çiçəkdən çərən körləm yenə mən, könlüm üçün təzdən qıllam binə mən. A baloğlan, gecə gündüz namaz qıllam yenə mən, məhəbbətim qocalmır ki, qocalmır. Deyirəm Rafi, hərdən sual verirəm özümə, ananın varlığı görən nədədir? Bizə həyat verən böyük insanın, ananın hikməti görən nədədir? Heyva günü gəlir. Ay maşallah. Elə mərsimizin əvvəlindən biz qeyd etdik ki, maşallah bu toy əvəz olunmaz bir toya çevrildi. Həm bu ailənin böyük bir sevgisi ilə qurduğu toylu büsatlı gün, həm də məhz bu günə təsadüf eləyən gözəl bir insan, Xəzər Telestudiyasının əməkdaşları, ənənə boğçası bugün
bizim qonağımızdır. Bu evin, bu ailənin qonağıdır və təbiidir ki, inşallah bundan sonraki nəsillər əbədi olaraq bu toyu elə olduğu kimi də yaddaşlarda saxlayıb izləyərlər. Gəlin sizdən də xahiş edərdik, Gülnara xanımın ifasında bir gözəl musiqi səslənəcək. Sizin ömrünüzə bir həyat bəxş edən musiqi və qonaqlarımızdan xahiş edirik. Gözəl bir rəqsə qoşulsunlar bizimlə. Çünki ənənə boğçası bugün bu çəkilişdə hər bir insanı inşallah siz özünüzü efirdə görməyə şərait yaradacaq. Mən təşəkkür edirəm Kürdəmir cəmaatının adından, hər birisinin adından, ənənə boğçasının operatorlarına, əməkdaşlarına və bütün kollektivə ki, bugün bütün toyları olduğu kimi əbədi lentə alır. Ənənə baxıcası bu dəfəsi Hövsandan salamlayır. Allah xeyir versin. Oo, nə böyük həyətdir, böyük mağar. Həzərat vaxtı, gedirik gəlimizi gətirməyə. Evə girən kimi ocaq gördüm. Ocaq qalayarıq ki, gəlinimiz isti ocağa gəlsin. Bu qətləri götürəcək, qaynata götürəcək və əvəzinə pul qoyacaq. Bir qəşək dişləyərsiniz orada. Qonaqlar yeyib içəndən sonra bax belə balışlar, mütəkkələr məclisin ortasına gətirilir və o balış mütəkkələrdə ilk olaraq bəy əyləşəcək. Deməli, gördüyünüz bu mənzərə bəy hamamı adlanır. Bəy hamama gedir, əynini dəyişir, sağ dış, sol dışla gəlir, boyunlarına xələt salınır və həyətə gətirilir. Həyətə gətirilən kimi nəslin ağbirçəyi, bax gördüyünüz tüfənglə havaya 2 güllə atacaq. Belə tamaşaçılarımız, bu da Kürdəmir rayonunun Çölərəb kəndinin toy və adət ənənələri. Geyinmə görə modeliyer Gülnara Xəlilova özlərinin təşəkkürümüzü bildirir. Növbəti şadlıqlarda görüşmək ümidi ilə. Hələlik!